Salam əziz izləyicilər, belə bir sualın izahına baxaq. İlk soxu boyunca hərəkət edən 2 kiloqram kütləli cismin sürətin proyeksiyası zamandan asılı qrafiki verilib. Əvəzləyici qüvvənin 40 saniyə müddətində cism üzərində gördüyü işi hesablayın. Əvəzləyici qüvvənin 40 saniyə müddətində gördüyü işi hesablamaq üçün biz birinci qrafikdə nəyə baxmalıyıq? 0-20 zaman intervalında cismə təsir edən əvəzləyici qüvvə 0-a bərabərdir. Niyə? Çünki cismin sürəti sabit qalıb. Demək, bu hərəkətin bu hissəsində, yəni birinci hissəsində cismin gördüyü iş, yəni əvəzləyici qüvvənin cism üzərində gördüyü iş 0-a bərabərdir. Hərəkətin ikinci hissəsinə baxaq, yəni 20-40 saniyə zaman intervalına. Bu zaman görülən iş 0-dan fərqlidir və F-A bərabərdir. F vurusunun S düsturu ilə hesablanır. F-S-in yerinə biz MA yazsa, yəni əvəzləyici qüvvəni MAS yazsa, o da bərabər olar. Cismin kütləsi 2 kiloqramdır. 2 vurulsun. A nəyə bərabərdir? Demək, A-nı tapmaq üçün biz sürət dəyişməsini, bu dəyişmə sərf olunan zamana nisbətini tapmalıyıq. T bərabər 20 zaman anda sürət nə olub? 10. T bərabər 40 zaman anda sürət nə olub? 20. Sürət 10-dan 20-yə qalxıb, yəni dəyişib və bu zaman sürət dəyişməsi olub 10. 20-40 saniyə zaman intervalında isə keçən zaman müddəti isə 20 saniyədir. Və bu zaman təcil olur 0.5. Təcilin yerinə 0.5 yazıram. Daha sonra S-i tapmaq üçün, yəni yer dəyişməni tapmaq üçün nə etməliyik? Biz bilirik ki, sürət zaman qrafikində qrafik ilə zaman oxu arasındakı fiqurun sahəsi ədədi qiymətcə yer dəyişməni verirdi. Onda S yazıram bərabərdir. Bu trapesiyanın sahəsi, yəni 10 plus 20 bölünsün 2 vurulsun, hündürlük də 20-dir. O da eləyir 300. 2 vur 0.5 vurulsun 300. O da eləyir 300. Cavab da eləyir 300. Cavab B variantı. Düzdür, burada mən hər iki variantı götürdüm. Cavab burada B variantıdır. Bəyənib abunə olmağı unutmayın. Çox sağ olun.